31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün dünya Azərbaycanlılarını ürəkdən təbrik etmək istəyirəm. Bu əlamətdar gün milli həmrəyliyimizin, vahid məqsəd ətrafında birləşməyimizin təcəssümüdür. Bu il eyni zamanda ölkəmizin tarixi zəfərinin 5-ci il dönümüdür. Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın iradəsi və qəhrəman övladlarımızın şücaəti nəticəsində qazanılan bu qələbə müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmliyinin bariz nümunəsidir. Bu möhtəşəm tarix münasibətilə də hər bir Azərbaycanlını ürəkdən təbrik edirəm. Gözəl vətənimin gözəl insanları, hər birinizi zəfərimizin 5-ci il dönümü və Dünya Azərbaycanlıları Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Yaşasın xalqımız, yaşasın Azərbaycan. Mən Məmmadov Əsgər, Azərbaycanın və Rusiyanın əməkdar rəssamı, hal-hazırda Moskvada yaradıcılığımı davam elətdirirəm. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qələbəmizin 5 illiyi münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm. Əziz dünya Azərbaycanlıları, sizin hər birinizin zəfərimizin 5-ci il dönümü və dünya Azərbaycanlılarını Həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm.